uşaqlarımız izahat vermək, hesabat vermək, məlumat vermək. Bu üç elementi itiriblər. Yoxdur bunlar. Yəni, uşaq axşam evə gec gəlir, valideyn ondan soruşanda ki, oğul, niyə gec gəldin? Bəzən onlar kobud, agresiv, yalan ifadələr verirlər. Yəni, övlad hiss eləməlidir ki, atam məndən kobud soruşa bilər. Amma mən atama hesabat verməliyəm, izahat verməliyəm, məlumat verməliyəm. Getməmişdən öncə. Bax, bu üç mexanizm itib. Biz məhz bu üç mexanizmi standartlaşdırsaq, uşaqlara bunu tərbiyə etdirsək və mən övladımdan soruşanda ki, niyə üstün kirlidir? O, uşaq valideyni mənim işimə qarışır, mənim haqqımı pozur kimi düşünməyəndə, izahat verməyi özünə borc biləndə əmələ gələcək hesabat, məlumat, izahat bunlar uşaqda əmələ gətirəcək borc, cavabdehlik, məsuliyyət, nizam-intizam. Bax, bu 4 element qoyulandan sonra bizim cəmiyyətimizdə uşaqlar tərəfindən, yeniyetmələr tərəfindən və bu yeniyetmələr sabah cəmiyyətin yetkin şəxsləri olacaq. Həmin aqressiv münasibətlərdən, emosional pozuntudan əmələ gələn, mən üzr istəyirəm sözümə görə, cinayətlərin qarşısı ümumiyyətlə alınacaq.